Hanımlar ve cənablar, 2013 yıl oktyabrın 9'unda Azerbaycan'da keçirilmiş prezident seçkilerinde Azerbaycan Respublikasının prezidenti seçilen Cənab İlham Heydəroğlu Əliyevin and içmə mərasimine başlayırıq. Konstitusiya Məhkəməsinin hakimləri dəvət olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2013 yıl 19 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək Cənab İlham Heydəroğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir. Azərbaycan Respublikasının prezidenti seçilmiş Cənab İlham Heydəroğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunur. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. Нет, Дед Мороз! Нет, Дед Мороз!